2001-ci ilin yaz ayları. Dotcom bubble böhranı fond birjalarını çökdürür. Bir vaxtlar 100 milyonlarla dəyəri olan dotcom şirkətləri bir-bir iflasa uğrayır. Böhran o dönemdə hələ kiçik bir DVD kirayə platforması olan Netflixdən də yan keçmir. Gəlirlər sıfır, pullar sürətlə tükənir. Ən pisi isə 120 nəfərlik komandanın 40 nəfəri ilə təcili vidalaşmaq lazımdır. Reed Hastings və Patty McCord kimi işdən çıxarmalı olduqlarının üzərində artıq günlərdir baş sındırırlar və nəhayət qərar verilir. Onlar yalnız ən yaradıcı və ən məsuliyyətli 80 nəfəri seçib saxlayırlar. Komandanın üçdə birinin bir gündə işdən ayrılması məcburiyyəti ilə üz-üzə qalan Reed Hastings düşünürdü ki, artıq hər şey bitdi. Bundan sonra nə komandanın motivasiyasını düzəldə biləcəklər, nə də ki, kiçilmiş komanda ilə cari iş yükünü apara biləcəklər. Amma bir neçə həftə sonra ofisdə tam əksi baş verdi. Enerji, yaradıcılıq və motivasiya sürətlə yüksəlməyə başladı. Komanda kiçilsə də nəticələr xeyli yaxşılaşdı. Reed öz HR-ı Patty ilə bu yüksəlişi müzakirə edərkən məlum olur ki, bunun əsas səbəbi komandada olan istedad sıxlığı əmsalının yüksəlməsidir. Belə ki, qrupda yalnız istedadlı insanlar olduqda ortada fərqli bir enerji yaranır. İnsanlar bir-birinə dəstək olur, bir-birindən öyrənir. Hər kəs öz işini əla bildiyi üçün bir sözü 2 dəfə təkrarlamağa ehtiyac qalmır və nəticədə performans spiralvari formada artmış olur. Misal üçün, A otağında 5 istedad, B otağında 5 istedad və 5 orta səviyyəli əməkdaş olduqda A otağının performansı daha yüksək olur. Çünki A otağında istedad sıxlığı əmsalı 1, B otağında isə 0.5-dir. Kitabda yazılır ki, istedad qrupunun içərisində olan 2-3 orta səviyyəli mütəxəssis menecerin zamanını daha çox alır, onun top performerlərlə vaxt keçirməsinə mane olur, qrup müzakirələrinin səviyyəsi aşağı düşür və nəticədə əlaya fokuslanan komanda yaxşı ilə qaynı olmağa razı olurlar. Bəli dostlar, bugün mən sizə Netflixin qurucusu Reed Hastingsin No Rules Rules kitabında yer alan talent density, yəni istedad sıxlığı konsepti haqqında danışdım. Kitabda da qeyd olunduğu kimi top talantların əsas motivasiyası nə kofe aparatıdır, nə də futbol məsası. Onların əsas motivasiyası özləri ilə eyni klassda olan digər istedadlarla birgə işləmək və yaratmaqdır. Növbəti shortcastlar üçün ekskluzivləyin.